Ermənistan Silahlı Qüvvələrinin Cərmuk istiqamətində hərbi mövqeyini təslim etməsi barədə xəbərlər əsassızdır. Qlobal Info xəbər verir ki, bu fikir Ermənistan Müdafiə Nazirliyinin açıqlamasında qeyd edilib. Stat: bildirmək istərdik ki, bu dezinformasiyadır. Güclü Ermənistan Partiyasının üzvlərindən birinin paylaşdığı videoda naməlum şəxs Cərmukda hərbi mövqeyin güya təslim edildiyini deyib. Bu tamamilə yalandır deyə məlumatda vurğulanıb. Statın sonu. Qeyd edək ki, Ermənistan rəsmi dairələri və ekspertləri zaman-zaman Azərbaycan ordusunun güya Cərmuk istiqamətində irəliləməsi haqda əsassız xəbərlər yayırdı. Azərbaycan Silahlı Qüvvələri sözügedən istiqamətdə beynəlxalq hüquqla tanınan ərazilərinə çıxıb. Hansı ki, Ermənistan ordusu işğal dövründə buradakı mövqelərini irəli çəkmişdi. Artıq bir ilə yaxındır ki, Ermənistan-Azərbaycan sərhədində sabitlik hökm sürür, hər hansı insident qeydə alınmır. Əziz izləyicilər, xəbərlərdən məlumat əldə etmək üçün kanalımıza abunə ola bilərsiniz.